Bu dəfə sizə kolbasalı və göyərtli bulkaların hazırlanma qaydasını göstərirəm. Deməli, xəmiri yoğurduqdan sonra xəmir acıyır. Xəmiri 2 hissəyə bölürük. Bir hissəsinə kolbasa və bibər əlavə eləyib, yoğurub, kündəlib qoyuruq bir kənara, təkrar acıması üçün. O biri kündəmizə isə göyərtli və pendir əlavə eləyib qoyuruq, acıdırıq xəmirləri. İkisini də qoyuruq, acıyır. Gördüyünüz kimi sonra onlardan balaca istədiyiniz ölçüdə kündələr tutursunuz. Kündələrin forması sizin özünüz istədiyiniz kimi olur. Mən balaca yumru-yumru kündələr tutdum. Təkrar kündələri qoyuruq, acıyır. Bir 5 dəqiqə dincəlir. 5 dəqiqədən sonra yumurta sarısı üzərinə gəzdiririk. Küncüt tökürük və ya qara çörək otu fərq etmir. Və qoyuruq 180 dərəcədə bişməyə. Xəmiri də sadədir. Südlə yoğurmuşam. Bir qaşıq da mayonez dökmüşəm. Adi mayalı bir xəmirdir. Buyurun, hazırlayın, nuş olsun hər kəsə. Uşaqların çox sevəcəyi bir bulkalardır.